Salam əziz şagirdlər, müəllimlər və riyazi həvəskarları. Bugündən etibarən sizlər üçün Telegram kanalımda və WhatsApp statusunda hər gün bir sual paylaşacağım, maraqlı sual. Və hər gün də o sualın həllini paylaşacağım. Bugün bu sualın həllini şagirdim Hamletlə birlikdə paylaşacağıq. Hamlet bir üsulundan həll edib, mən də digər üsulundan həlləmişəm. İki üsulun ikisini də sizə bugün təqdim edəcəm. Deməli, əvvəl sualın şərtini oxuyuram. ABC bərabər yanı üçbucağı verilibdir. Burada deməli AD 3-dir. Bizə deyir CD tənbirləri çəkilibdir. YD oturacağımız yerə götürülmüş Y nöqtəsindən D-yə birləşdirilmişik və YD DC-yə perpendikulyardır. Bizdən YC-nin uzunluğunu istəyir. İndi Hamlet öz yolunu təqdim edir, sonra ardınca mən də öz yolumu təqdim edəcəm. Buyur Hamlet. A, B, D, C bərabər olduğundan orada alfa ilə, burada 2 alfa olacaq. Burada 2 alfa yazar. Sonra D. Buranı da verdik də. Bura 90 çıx alfa. Sonra D-dən YC hündürlük çəkəcək. Buradan da hündürlük çəkək. 90 qeyd elədik. Onda burada alfa yazar. Düzdür. Burada verəcək. 90 çıxılsın alfa. Burada bir K nöqtəsi. Burada da K yazaq. Buyur. Üçbucaq. Orada nöqtə qoyursan ha. A, K, D-yə bax. Deməli üçbucaq A, D, K. A, K, D. Ha. Bu üçbucağı necə? Sinusun tərifinə görə sinus 2 alfa bərabərdir. Qarşıdakı katet. Bura H yazardın da. H-ın 3-ə nisbəti. 3-ə nisbəti. Sonra H bərabərdir 3 sinus 2 alfa. Biraz sərqə yazarsan. Deməli H oldu 3 sinus 2 alfa. Sonra üçbucaq Y, D, K. Üçbucaq Y, D, K-ya baxırıq. Bəli, buna sinuslar teoremi tətbiq edirik. YK-nın sinus alfaya nisbəti bərabərdir 3 sinus 2 alfanın. 3 sinus 2 alfanın. Onun qarşısındakı bucaq sinus 90 çıx alfaya nisbəti. Bura. Bu üçbucağa baxın. Sinus 90 çıx alfa nisbəti. Sonra YK bölü sinus alfa bərabərdir 3 sinus 2 alfa. Artışını yazdı elə birbaşa. Yaxşı. Sinus alfa, kosinus alfa. 6 sinus alfa, kosinus alfa. Bunda kosinus alfa. Sibirinin üstünü görə. Sonra kosinus alfalar getdi. Deməli, buradan YK-nın çarpaz varanda yazılmalı, buraya yazılmalı. O birisini qeyd edəcəm. Deməli, bura oldu 6 sinus kvadratı alfa. Davam edək. Sonra üçbucaq DKC. Deməli, indi isə üçbucaq DKC-yə baxırıq. Üçbucaq DKC. Buyur. 3 sinus 2 alfa. Yenə sinuslar teoremidir. Bəli, sinus alfa. 3 sinus 2 alfanın sinus alfaya nisbəti bərabərdir KC-nin sinus 90. Sinus, yəni bu üçbucaqda sinus 90 çıx alfaya nisbəti. Bəli. Sonra bunu da açırıq 6 sinus alfa. Biraz oynayırız da. Yaxşı. 6 sinus alfa. Kosinus alfa. Bölü sinus alfa. Sən bunu yazın. Bərabərdir KC bölünsün. Bu da neçə edir? Kosinus alfa. Kosinus alfa. Buradan da ixtisarlarımız getdi. KC nə alındı? Bəli, KC 6 kosinus kvadrat alfa. Buralarda 6 kosinus kvadratı alfa. Bizdən hara soruşurdu? YC-ni soruşurdu. Onda YC də bərabərdir 6 sinus kvadratı alfa plus 6 kosinus kvadratı alfa. Buradan cavabını neçə edir? 6-dan çıxarsa o mütərizə xaricinə. Bu da edir 6. Aferin Hamlet. Belə, Hamletin yolu bu cürdür. Çox, belə deyək, mükəmməl bir yoldur. Əla.